Salam qızlar, necəsiz? Bu günlərim sevdiyim maskalardan birini eləyəcəm. İlk dəfə paylaşıram sizinlə. Bu neçə ildə ingredientlər çox sadə və asandır. Çox qəşəngdir. Yəni üzü də cavanlaşdırır, məsamələri yığışdırır, rəngi açır. Mükəmməl bir şeydir. Xırda qırışları azaldır və ümumiyyətlə qırışmanın qarşısını alır. Mən burada hazırladım. Deməli bizə lazım olacaq 1 çay qaşığı sarı kök, 1 çay qaşığı kakao, üydülmüş sarı kök. Gördüyünüz kimi bir də bizə lazım olacaq hər hansı, fərqi yoxdur hansı neçə faizli, nə var evdə ondan eləyirik və 1 çay qaşığı xama lazım olacaq. Bunu yaxşı-yaxşı qarışdırırıq tam maska şəklini alana qədər ki, xama şəklinə gəlsin ki, yaxşı yayılsın üzə. Qızlar, çox gözəl yayılır üzə. Çox bəyənəcəksiniz maskanı. Hətta dartacaq üzü. 15 dəqiqə saxlayıb ilıq su ilə, normal su ilə yuya bilərsiniz. Heç bir fərqi yoxdur. İstəsəz sonra üstündən köpüklə, nəyləsə yuyun, istəsəz yumaya da bilərsiniz. Krem də çəkə bilərsiniz istədiyiniz. Və istəyirəm paralel olaraq müəyyən suallara cavab verim. Deyirsinlər xanım, bəs həm üzdən, həm daxildən eyni zamanda çox güclü effekt nail olmaq üçün nə edə bilərik? Siz bilirsiniz ki, son zamanlar mən və ümumiyyətlə ailəvi biz istifadə edirik megalları. Megalları nədən istifadə edirik? Eyni zamanda üzdəki qara nöqtə məsamələrdən tamamilə daxildən də qurtulmaq üçün, səbəblərini yəni qarşısını almaq üçün. Bunun üçün biz 2 ay ərzində hər gün əsas yeməkdən öncə, məsəl üçün onlar 15 dəqiqə günorta yeməyindən öncə və ya axşam 15 dəqiqə yeməkdən içə bilərsiniz. Yəni gündə bir dəfə bəsdir. Həm böyüklər, həm uşaqlar eyni qaydada içir. Videolarda yəni gördüyünüz kimi bütün sualların cavabı var. Soruşursunuz ki, Lara xanım, yəni uşağın bu qədər yaşı var, onun o qədər yaşı var. Baxmayaraq ki, gözünüzün qabağında uşağa eyni qaydada verirəm. Mükəmməldir. Bütün parazit növlərindən ümumiyyətcə təmizləyir bədəni. Dərman sayılmır. Tərkibi yalnız otlardan da internetdə də yazıb oxuya bilərsiniz. Şəklini də səhifədə paylaşmışam. Ətraflı videolar da var. Mütləq məsləhət görürəm və paralel olaraq ümumiyyətcə maskalar eləyəndə mən həmişə deyirəm antihistamin, Lonarev damcı için ki, niyə? Ümumiyyətcə alerji reaksiyanı götürür. Üzdə əgər səpkilər varsa, belə bir şeylər varsa, yəni megallerlə bu ideal vasitədir. Həm uşaqlar üçün, həm də böyüklər üçün. Bunlar haqqında məlumat verdim. İndi isə bir neçə başqa məlumat da verəcəm sizə. Diqqətlə dinləyin. Tez-tez soruşursunuz xanımlar, hansı münasib qiymətə şamlardan istifadə edə bilərik? Klopazol şam apteklərdə var, amma çox tez satılır. Çünki qiyməti 3-4 manatdır. İçində 3 dənə şam olur. Ümumiyyətcə, bütün xanımlar, hətta profilaktik olaraq problem yoxsa istifadə etməlidir. Belə rəngdədir. Hər gecə, yəni vaginal olaraq bir dənə şam istifadə olunur. Bir qutunun içində 3 dənədir, amma siz 6 gün, 9 gün və yaxud 12 gün istifadə edə bilərsiniz. Mükəmməldir, yəni. Əgər hər hansı soyuqlanma varsa, başqa bir problemləriniz varsa, onları da tam qarşısını alır, müalicə edir. Hər kəsə tövsiyə edirəm, yəni hər kəs tərəfindən istifadə oluna bilər, heç bir zərarı, ziyanı yoxdur. Klopazol. İnternetdə də yazsaz çıxacaq. Sonra mənə çox tez-tez verilən suallardan biri. Sonra mənə suallar gəlir ki, öskürək, yəni nə edirəmsə illərdir öskürürəm və yaxud bu hissələrdə yəni acışma var, boğazda qaşınma var və s. və mən ziyanlı bir şeylər içmək istəmirəm artıq. O zaman otlardan təbii vasitə Lusvit məsləhət görürəm. Lusvit için ağciyərləri pırıl-pırıl eləyir. Çünki bilirsiniz ki, ağciyər ən həssas yerdir və mütəmadi olaraq arada bir profilaktik nələrsə içmək lazımdır. Lusvit çox ideal dabavqadır bunun üçün. Sadəcə ağciyərləri bərpa edir və təmizləyir. Hər kəs profilaktik olaraq da içə bilər. Yəni sonradan başqa bir problemlər yaranmasın. Bilirsiniz ki, çöldə gəzəndə yəni o qədər maşınlar var ki, yəni şəhərdə nəfəs alınası olmur. Ona görə ayda bir dəfə də olsa içində 10 dənə olur. 10 kapsul içə bilərsiniz. Kursla da içə bilərsiniz bir ay, 10 gündə içə bilərsiniz.
Bütün hər şeyin içində istifadə qaydası yazılır. Alanda oxuyarsınız. Qiymətlər apteklərdən soruşun. Bütün apteklərdə var. Ondan sonra ətraflı girib Google-da da adını yazıb oxuya bilərsiniz. Necə möhtəşəm tərkibə malikdir və içində necə möhtəşəm tərkib var. Oxuyanda da özünüz görəcəksiniz. Həqiqətən də çox xeyirlidir. Heç bir ziyanı yoxdur. Hər zaman sizə ancaq ziyansız və zərəri olmayan nələrisə məsləhət görürəm. Həm özüm istifadə etdiyim, həm uşağa verdiyim, həm də sizin üçün paylaşdığımdır. Bugünə kimi illər ərzində sizinlə nə paylaşmışam, həmişə etmisiniz və nəticəsini də görmüsünüz. Həm özünüzə, həm ailənizə mütləq istifadə edin. İstifadə edəndən sonra rəylərinizi bildirin, rəylərdə yazın ki, başqaları da oxusun. Necə möhtəşəm nəticə əldə edirlər. Hamısını bir yerdə dollar eləmək, bir dollar eləmək bu uşaqlara verilə bilər. Bu da əgər üzümü yudum, nəticə mükəmməldir hər zamanki kimi. Əgər belə tipli maskalar çox istəyirsinizsə, o zaman like, komment yazmağı unutmuruq. Kommentdə ən azı çox sağ ol yazın. Ki baxış çox olsa maskalar da çox olacaq. Siz də daha çox faydalanacaqsınız. Bir-birinizə göndərin, storylərdə paylaşın, etikləyin. Mən də görüm ki, çox insan faydalanır və daha çox sizinlə lazım olan məlumatlarla paylaşım. Düşünürəm ki, çox geniş verdim məlumatı və suallar qalmadı. Həftədə bir dəfə eləyə bilərsiniz. Biraz sarımtılı rəng olur, yuyandan sonra juicy. O da bir günə, yəni keçib gedir. Dəyər yəni. Həftədə bir dəfə bəsdir bu maskanı eləmək. Çox bəyənəcəksiniz. Mütləq əgər həmin ingrediyentlər varsa evinizdə, tez çıxardın, hazırlayın və nəticəni sonra mənə yazın. Öpürəm sizi. Çox sağ olun.